Səni başladığın bu hədiyyədə özümü başqa cür hiss edirəm. Laf ürəyimdən dedim, sən doğrudan da dəyişmisən. Böyük qızsan. Ərə getmək vaxtıdır. Nə danışırsan bibi? Mən ərə getmək fikrində deyiləm. Başa düşürəm Saşinka. Narahat olma əzizim. Bu giydiyin paltar sənə lap yaxşı yaraşır. Bu zəhləm getmiş kişi paltarı nəyə gərəkdir ki? Aman Allah! Mitya, bu nədir? Bu da benim hediyemdir. Satmak için Fiyaktistov bir ildir ki dile tuturdum. Ancak dünen güç belayla razı salabildim. Al bir bak. Başa düşürəm Mitya. Yəqin sənin pulun biraz çatmayıb. Əgər pulun çatsaydı, qızını təbrik etmək üçün böyük bir topu sürüyüb salardın evimizə. Saşa, Saşa can. Sen Dimitriç, 19 yaşın tamam olması münasebetiyle bu silah ve sursatı benden kabul edin. Atacan! Nə gözəl sifətdir! İşim bitti! Natasha bebi, təslim ol! Çox qəribədir! Təpədən dırnağa kimi silahlanmış gəlir! Bu işlərə gülmək yox! Ağlamaq lazım! Sənə nə oldu Atacan? Bilirsen sen Dimitriç, diyesen bibin haklıdır. Büyümüzsen. Ben ise bunu hiç hissetmemişim. Saşa can. Ah benim decel kızım. Dünene kim gizlenpaç oynuyordun. Bugün üçünüz de bir yerde olacaksınız. Bəxtiyarı deyə bilmərəm. Mən onu evdə tapa bilmədim. Kağız yazıb qoydum. Yazdım ki, məşhur oxuyan neftçini uşaqlıq dostunun ad gününə dəvət edirəm.